Azərbaycanda fəaliyyət göstərən özəl təhsil müəssisələrində işləyən müəllimlər də sertifikasiya imtahanına cəlb oluna bilər. Bu məsələ Milli Məclisdə qaldırılıb. Deməli, Milli Məclisin deputatı Bəxtiyar Əliyev Parlamentin Elm və Təhsil Komitəsinin iclasında Əmək Məcəlləsinə və təhsil haqqında qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı təkliflə çıxış edib. O hesab edir ki, özəl təhsil müəssisələrində işləyən müəllimlər də sertifikasiya imtahanına cəlb olunmalıdır. O bildirib ki, ölkədə özəl təhsil müəssisələrinin sayı artmaqdadır. Bu isə müəllimlərin fəaliyyətinə dair vahid yanaşmanın tətbiqini zəruridir. Belə olan halda sual yaranır ki, bir müəllim dövlət təhsil müəssisəsində sertifikasiya imtahanından keçmədiyi halda necə olur ki, özəl təhsil müəssisəsində fəaliyyət göstərir? Görünür, deməli, belə məlumatlar var ki, sertifikasiya imtahanından keçməyən müəllimlər özəl təhsil müəssisələrinə cəlb olunur, orada rahat işləyə bilirlər. Ona görə də belə əsaslandırılır ki, orada işləyən müəllimlər də sertifikasiya imtahanına cəlb olunmalıdır. Hər halda Bəxtiyar Əliyev belə bir təkliflə çıxış edib. Bəxtiyar Əliyevin sözlərinə görə yeni qanun layihəsinin birinci oxunuşuna uyğun olaraq özəl təhsil müəssisələrində çalışan müəllimlərin də sertifikasiya cəlb olunması vacibdir. O vurğulayıb ki, təhsil verənlərin sertifikasiyası qanunla tənzimləndiyindən bu tələblər özəl təhsil müəssisələrinə də şamil edilməlidir. Deputat qeyd edib ki, müəllimlər sertifikasiyadan keçdikləri halda onların əmək haqqlarına tətbiq olunan 10 və 35% əlavələrin ödənilməsi də özəl təhsil müəssisələrinin, deməli, təhsil edən qurumların rəhbərlərinin və yaxud olan həmin qurumların üzərinə düşür. Yəni, o hansı ki, deməli, sertifikasiya imtahanından keçən müəllimlərə 10 və 35% əlavələr olur maaşlarına. Bəxtiyar Əliyev təklif edir ki, həmin əlavələr də həmin özəl təhsil müəssisələrini təsis edən şəxslərin üzərinə düşür, onlar əlavələri verməlidir.